Salam əziz dostlar. Bugün sizə təqdim etmək istədiyim 53 yaşlı xanım xəstə 2 il öncə süd vəzi onkologiyası ilə tanış olub. Ondan 1 il sonra isə qalxanvari vəzin papillyar karsinoması diaqnozu ilə cərrahi əməliyyat olub və yod terapiya alıb. Həmişə işlərimiz çox asan olmur. Həkim olaraq, onkoloq olaraq bir xəstəni müayinə edib, diaqnozu dəqiqləşdirib, müalicə planı qurmaqda bütün bu biliklərin doğru bir analizi çox önəmlidir. Bütün bu hekayədən 2 il sonra xəstə mənə müraciət etdiyi zaman bizim skelet sümüklərində çoxsaylı zədələr və bu zədələrin hesabına xəstədə hərəkət məhdudluğu, CD ifrazının ləngiməsi, bu şəkildə bir sıra şikayətlər var idi. Biz müraciət edən xəstənin hər iki onkopatologiyasını dəqiqləşdirərkən birinin üçlü neqativ süd vəzi ki 67 indeksi 45-48%, digəri isə qalxanvari vəzin papillyar karsinoması diaqnozunu müqayisə edərək hansının aqressiv dərəcəsi yüksəkdir, hansı bugünkü sümük zədələnməsinə səbəb ola bilər, bunu analiz etmək məcburiyyətindəyik. Təbii ki, bunun daha asan üsulu var ki, həmin sümükdən və yaxud bizim xəstə misalında ağciyərdən bir biopsiya götürərək yenidən patohistoloji verifikasiya edib diaqnozu dəqiqləşdirək. Amma bu bütün hallarda mümkün olmur. Xəstəmizin ümumi halı həmin nəzərdə tutulan biopsiyaya imkan vermədiyinə görə biz burada həkimin etdiyi analiz və o analizdəki çıxarış nəticəsində qərar verdik. Təbii ki, üçlü neqativ süd vəzi xəstəliyi daha aqressiv olduğuna görə biz onu hədəfləyən bir müalicə aldıq və bir həftəlik müalicədən sonra mən də xəstəni yeni görürəm. Özündən soruşmaq istəyirəm. Necəsiz? Bu bir həftə ərzində aldığınız bu müalicələrdən yaxşı və ya pis mənada nəsə bir fərq gördünüzmü? Yaxşı hiss edirəm. Ağrılarınız azalıbmı? Tədricən azalıb. CD-yə çıxmaq biraz rahatlayıbmı? Kateterlə daha rahat idarə edilə biləcək bir hala gəlib. Bir həftə öncəsində bu xəstə ağrılardan daha əziyyət çəkirdi, daha şiddətli halsızlıq, narahatçılıq var idi. İndi nə görürük? Çox başındayıq hələ yolun, çox gedəcək işlərimiz var, görüləcək bir sürü prosedurlarımız var. Amma ən azından ilkin həftədən xəstənin biraz daha olsa, indi siz üzünü görmürsünüz, mən görürəm. Yəni ən azından gülümsəməyə çalışır. Bu da önəmlidir. Hər şeyə baxmayaraq yolunu davam etməyə, sağalıb bu arabadan qalxmağa bizə söz verir. İnşallah bir gün o videonu da sizin üçün çəkəcəyik. Çalışın, özünüzü idarə edə biləcək halda, bütün hallarda xəstəlikdən özünüzü qoruyun. Xəstələndiyiniz halda isə həkiminizə güvənin.